Baxın qrafiklərini necə işləyəcəyiz. Bu bir orantıdır. Y bərabərdir kx fonksiyonunda bax. Yəni hər zaman a-nı götürüb uşaqları b-yə bölsəz, sabit qaydasını verməlidir. Yəni düz asılı görürsünüz. Buradan onda belə bir şey olacaq. A-nı b-yə bölsəm 4-ün nə olan nisbətidir? 2 olan nisbətidir. Yəni buradan nə yaza bilərəm? A bölü b bərabərdir 2-nin 1-ə. Bu qalsın. Kesim ikinci qrafikdə eyni zamanda koordinat başlanğıcından keçir. O da k bərabər b bölü c-dir. Yəni buradan da götürüb b-ni c-yə böləndə uculara baxın. 3-ün 3-ə nisbəti. O da bizə nə verəcək? 1 verəcək. Birbaşa yazdım. Məncə aydın olacaq. Niyə? Burada da hətta götürmə altına 1 yazdım. İndi nə edəcəksiniz uşaqlar? Buradan gəldik orantını qurduq. Qrafiki oxuduq. Artıq qrafiklərlə işimiz yoxdur. Silin getsin qrafikləri. Sonra gəldik bura. Baxıram b hər yerdə var. B burada 1-dir, burada 1-dir. Onda b-ni 1-ə eşitləyəcəm. Əgər məsələn birində 2 olsa, birində 1 olsa ortaq 2 götürəcəkdim. Ya da birində 2, birində 3 olsaydı ortaq 6-ya gətirəcəkdim. 1 olduğuna görə 1 qaldı. O zaman heç bir dəyişiklik qalmır. A-nın qiyməti 2-dir, C-nin qiyməti də 1 şəklində götürürsünüz. Yuxarıya, payda eşit olaraq götürülür. İndi burada mən demişdim ki, burada oran orantı soruşursa ilk onda, məsələn bölü nisbət soruşursa, parın yerinə direkt qoyun. Amma toplama, çıxma falan neysə başqa bir ekstra bir açar məlumat veribsə, bunları bir k ilə yazmaq lazımdır. Bunu yazdı uşaqlar. İndi aparıb yerinə A-nın yerinə 2k yazacağam, B-nin yerinə açarda 1k yazacağım, senin yerinə 1k yazacağım, cavabda eşitləyəcəm 16-ya. Bunu toplayacağım 4k eləyəcək, 4k 16-ya bərabərdir, k-nın da qiyməti buradan 4-ə bərabərdir. Bizdən də b-nin dəyərini istəyirdi, b də 1k eşit idi, cavab olacaq elə 4-ün üstünə, cavabda D variantı. Bu şəkildə